Qarabağa doğru gedirik. Can bu da Azərbaycanıdan. Cəng eləmsə Azərbaycanda. Salam, mən Pələng, Şah Pələng. Sizi Əfqanistanın ən qanunsuz yerlərindən birinə gətirmişəm. Heç burada Taliban belə yoxdur uşaqlar. Gördüyünüz baxın, bu məhəllələrin hamısında insanlar yaşayır və özlərinə uyğun bir qanunları var. Təbii ki də bura tək gəlməmişəm. Yanımda Əfqan və Türkmən qardaşlar var. Onlarla gəlmişəm ki, sizlərə buraları göstərəm. Keçəndə 2 dənə Talibanın nəzarət nöqtəsi var idi. O nəzarət nöqtəsini keçəndən sonra buralara gəldik. Burada heç Taliban da yoxdur. Taliban əsasən şəhərin mərkəzindədir. Şəhərin mərkəzi haradır desəz, baxın, gördüyünüz bu şəhərin mərkəzidir. Buradan çox gözəl görsənir. Yuxarı hissələrə də çıxacağıq. Bu arada yanımda da məni qoruyan 3 dənə cəngavər var. Hansı ki, burada İshak var, Türkməndir, amma Əfqanistan vətəndaşıdır. Qardaşım, sənin adı nə idi? Firuz. Firuz, Tacik. Tacikdir Firuz da. Burada isə Xalid abi var. Xalid abi ilə inşallah biz Qarabağa da gedəcəyik. Burada Qarabağ deyə bir vilayət var. Mən bir çox videoya baxmışdım. Orada deyirdilər ki, burada Taliban əsgərləri olmur, gəlmir bura. Əsasən şəhərin mərkəzində olurlar. En çok evet, şehrin merkezinde olurlar ama buraya da bazen gəlirlər. Bəs bro, buradakı insanlar əsasən nə işlə məşğul olur, nə iş görürlər? Yəni şəhərin mərkəzində işləyirlər böyük ehtimal, yoxsa necə? şehir merkezinde böyle günlük işleyen insanlar oluyor. Günlük məsələn neçə dollara işləyirlər? Günlük mesela Hı-hı. 7-8 dolara işliyor. 7-8 dollara işləyirlər. Günlük uşaqlar. Balaca uşaqlar isə bildiyim qədərilə 2-3 dollara, 1 dollara işləyirlər. Evet. Burada kasıbçılıq da var. Bir o qədər də sistem hələ təzə-təzə qurulur. Təzə-təzə yaranır burada sistem. İnşallah hər şey tam olar. Biz bu hissələrdən gəldik. Burada evlərin tapusu var. Yəni evlər tapulu evlərdir. Yoxsa istəyən istədiyi yerdə tikib evi? Yok. Var mı? Ha, var mı? Şunlar tapusuz olabilir. Aşağıdakiler şunlar. Hə, bunlar tapusuz. Ama o binalar şeyler hepsi tapılı. Yox, buradakiləri deyirəm sadəcə. Buradakiler çoğu olmayabilir. Yəni dövlət istədiyi vaxt buradan çıxarda bilər. Çıkarabilir. Ha, sağ ol. Burada telegüllə deyirlər. Telegüllərin yanıdır. Hansı ki, yuxarını görürsünüz. Balaca uşaqlar da var. Burada doğulan uşaqlar məncə çox şanssızdır uşaqlar. Həqiqətən çox şanssızdılar. Biz belə gəzək abi, aşağı doğru gedək görək aşağıda nə var. Balaca uşaqda oxumağa gedir yəqin ki. Allah qorusun, buradan yıxılsa nətər olar, hə? Üzürlü sayasız videonu bölürəm. Arxada da gördüyünüz kimi bir fil var. Demək ki, hardayam? Şirlankadayam. Tam olaraq orada da Adəmin ayaq izi var. Böyük bir dağdır. Ora aparacam, sizi izləyəcəksiniz, narahat olmayın. Bir çoxunuz mənə sual verirsiniz ki, Pələng, xaricə gedəndə interneti nətər həll edirsən? Uşaqlar, mən xaricə çıxanda SIM-IO-dan istifadə edirəm. Hansı ki, SIM-IO ilə internetə problemsiz və sürətli bir şəkildə daxil ola bilirəm. SIM-IO sayəsində 190-dan çox ölkədə internetdən istifadə edə bilərsiniz. Ən yaxşı tərəflərindən biri isə OneSIM sistemidir. Yeni bir ölkəyə getdiyiniz zaman yenidən bir şey quraşdırmağa ehtiyac qalmır. Tətbiq sizi avtomatik olaraq getdiyiniz ölkənin ən yaxşı operatoruna qoşur. İstəsəniz paket olaraq da əldə edə bilərsiniz. İstəsəniz balansınızı da artıra bilərsiniz. İstifadə etdiyiniz qədərini ödəyərsiniz. Bəs Pələng, artıq məbləğ qalsa nə edəcəyik? Növbəti səfərinizdə rahatlıqla istifadə edərsiniz. Hal-hazırda indi Pələng 100 kodu ilə əylə yox, eylə 20 dollarlıq balansınızı artırsaz, %100 cashback əldə edəcəksiniz. Yəni 20 dollar ödəyirsiniz, 20 dollar da qazanırsınız. Yox, bunu bitirə bilmədiniz, yenə də rahatlıqla növbəti səfərinizdə istifadə edərsiniz. Şirlankadan qucaq dolusu salamlar. İnşallah Şirlanka videoları gələcək. Sizi öpürəm. Bu arada biraz ətrafı göstərim. Belə bir dıbbılı filimiz var. Ətraf budur. Çox da göstərməyim, sürprizi qaçmasın. Şirlanka videosunda görüşənə qədər. Sağ qardaşım, burada elektriklər kəsilir hə, tez-tez. Evet abi. Gündə neçə saat yanır? Günde 10-15 saat olur. Başkası Aa, yok. sağ ol. 24 saat. Qardaşım da burada yaşayan türkmənlərdəndir. Bilirsiniz ki, taciklər, özbəklər də hansı ki Əfqanistanda yaşayırlar. Gör özünə necə bir parking düzəldi uşaqlar. Daşları bir-bir əli ilə yığıb da yəqin ki bura. Firuz çox az başa düşür dilimizi, amma yavaş-yavaş öyrənir. Evet. Nasılsın? İyi, sen nasılsın? Eyvallah. Buradakı türkmənlər, özbəklər əsasən Türkiyə türkçəsi ilə danışırlar, amma İshak qardaşım məni rahat başa düşə bilir. Azərbaycan aksentini bilir. Məhəllələr də belədir.
uşaqları görürsünüz. Ayaq yolun çıxıb uşaq çığırın. Fuck off. Oo, bu bizi parçalayar ha qardaşım. Şey, Səsi qalın it oxşuyur. Bunlarla bir salamlaşaq mı? İstəmir. Çəkmə deyə. Hə, özümü çəkirəm. Salam aleykum. Salam aleykum. Ustaz Türk. Salam aleykum. Salam aleykum. Salam aleykum. Zuban şəmiyyət daşda başın. Ne Türkiye vallahi sen hop beni etsin. Nə deyir? İslam Müslümanlar geldiler ama. Əlhamdülillah. Bilmiyoruz deyəndə. Qardaş məsələn nə işləyir, soruşa bilərsən? Şunu vəzifədir. Ne falan de sonra. Bekarız. Bir de kulağızda derece dolara başa. Sonra gelin. Yəni azad iş yapıyor. Hə, yəni ustalıq işi görür. Evet. Ay, sağ ol. Aylıq nə qədər qazanır, soruşa bilərsən? Mağdur dəramaddan çıxır. مثلا اگر یک 5-6 rupiya kadar matiksi onu mekan oya bas ki mutlaka harcı özleri mesela. Bir kardeşim var diyor. Şimdilik o çalışıyor diyor. Taksicilik yapıyor diyor. Ha, o dolandırır ailəni. Evet aynen. 5-6 bin Afgan aylık gelirimiz var. 5-6 min Afgan da ki Taksiyle. 100 dollara yaxın bir pul eləyir. 5-6 min Afgan. Təşəkkür. Təşəkkür. Qardaşım çox sağ ol. Burada hava soyuqdur, bu cürünə bürünürlər. Vaxtdan xoş. Çox sağ olun. Vay vay vay. Oradakı uşaqları görürsünüz. Ay bunlar necə bir... Ay bu ne? Salam aleykum. Yəni bir çoxunuzda olan şans buradakı uşaqlarda yoxdur. Bir çoxunuz əlinizdəki olan şəraitin qədrini, qiymətini bilmirsiniz və bir həyat yaşayırsınız. Bu həyatı isə narazı yaşayırsınız. Ümid eləyirəm narazı yaşamazsınız. Ümid eləyirəm buradakı həyatı görərsiniz. Balaca uşaqların yerinə özünüzü qoyarsınız. Məni yaşı balaca izləyicilərim də izləyir. Baxın uşaqlar, sizin oxumaq istəmədiyiniz, bəlkə də kitabları bu insanlar əl-əl axtarırlar. Baxın məsələn, balaca uşaqdır, bu cür yerlərdə gəzir, yıxılar, eləyər. Ay, demə ki, motosikl sürəcəm. Salam aleykum. Çitori? Çitori? Xubi? Deyirəm, necəsiz? Onlar da deyir ki, yaxşı. Uşaqları görürsünüz də burada. Çitori? Xubi? Bir də onu deyim ki, toplumun içində xanımlar az olanda insanlar əsasən, daha doğrusu bəylər daha kobud danışmağa məcbur olurlar. Çünki deyir ki, onsuz da ətrafındakı bəydir və daha söyüşçül olurlar. Xanım olanda mədəniyyət gəlir, səs aşağı alınır. Amma gəl ki, xanım yoxdur bu toplumda, ona görə biraz vəhşi millətlər. Futbol! Okey, futbol! At görüm! At! At. At görüm. Hər məhəllənin bir pis uşağı olur, o sənsən deyəsən. Uşaq vaxtı yadınıza gəlir. Hər məhəllədə bir dənə uşaq olur. Burada da hara getsən pul istəyirlər. Pas at, pas. Bu topu ceyib götürmək olar. Burada da ağsaqqallar var. Bu gedim onlarla da tanış olum. Zərərsiz insanlardılar, qorxulu görsənlər, amma zərərsizdirlər. Çetori, Xubi, salam aleykum. Salam aleykum. I am from Azərbaycan. Assalamu aleykum. Salam aleykum. Salam aleykum. Misvak. What is this misvak? How can I use? You can? Sağ ol. Təmizləyir. Salam aleykum. Azerbaycan. Azərbaycan. Türkçə bilirsiniz, Türkçə. Türkiye. Türkiye. Türkiye bilən yoxdur. Mardin madari qazor mulat. Nə deyir? Farsçadan diyor, borçluyuz diyor. Qardaşlar da oturublar. Gündəlik burada nə edirlər? Soruşa bilərsən. Boş vaxtlarını necə keçirdirlər? İşə gedirlər, getmirlər. İşləyirlər, işləmirlər. Hep buradayız diyor.
Şimdilik İş yok. iş yok. İş yok. İşləmirlər. Bekarsız. Bekardılar. Gənclər də var. Yaşlılar da var. Burada pensiya alırlar. Yəni yaşlanınca para alırlar. Haraya alır? Burada o sistem yoxdur yəqin. Para mı? Alırlar değil mi? Alırlar. Şu şey diyorsun. Emekli mi? Emekli Ha, maaşı. Alıyor. Hə. Bəs necə keçinirlər Təqavüd. bro? Təqavüd. Hə, təqavüd sözü oradan gəlir. Bir çox adamda ayaq yalındır uşaqlar burada. Soyuğa çox öyrəşiblər, görürsüz. Burada dayım mağazada satış eləyir. Enerji içəcəyə qədər. Burada salam aleykum. Çox şey yoxdur da, yəni ölürlər enerji içəcəyindən ötürü. Enerji good. Belə bir yerdir. Burada nə var dayı? Cırğat. Mast. Mast. Aç baxın. Cırğat. Qatıq. Ali. Təşəkkür. Çox mehribandılar. Burada balaca uşaqlar var. Dərsdən elə. Aleyküm səlam. Salam aleykum. Salam aleykum. Salam aleykum. Bunlar hardan gəlir? Az kuca mı değil? Medreseden gelmiş. Medrese. Dini ders öğreniyor. Nə günahları var? Heç bir günahları, amma sizin şəraitinizdən çox fərqli şəraitlərdə böyüyürlər. Təşəkkür. Təşəkkür. No. Maraqlıdır. Sərpələngi gəlib burada görmək. Böyük ehtimal kitabı oxumusunuz. Mən oxumamışam. Məlumatım var. Belə çox bilgili danışmaq istəmirəm. Kəndimizin cayları. Salam aleykum. Hello. Kubi. Thank you. Bir canı ciğerini yere. Ha? Yok abi. Ne dedi? Nasılsın, iyi misin dedi. Çugori. Conuşuyoruz bakayım. Çugori nasıl diyorlar? Efendim? Nasılsın necə deyirlər? Çıturasti. Çüterasti. Bəs İranca'da çıturi dedi. Çütüri. Çütüri. Buradakı şərait budur. Yəni demək olar ki, kanalizasiya sistemi çöldədir. O bina var imiş ha. Apartment. Vay. Yaşayışı görürsünüz uşaqlar. Dəhşət bir yaşayış var ha burada. Nə işləyir özü? Nə işlə məşğuldur? Ne vazifen var? İşləmir. Və qazanc yeri hardadır? Yəni necə dolanır? Az kuca deramet var tabii mesela çıtur. Aleykümselam. خير اسمه خير Zindagi tadına çıtıp içmiyorlar. فضل خدا داریم یک چیزی میچر Bir şeyler var da geçiniyoruz diyor abi. Ha, sağ ol. Firuz köhnə İran prezidentinə oxşamır. Ona şəklini tapsam bura qoyacağam. Ahmadinejad. Seni çox bənzədirlər ona. Evet. Ben Fars'ım ben Fars. Sən farssan? Evet. Və deyirsən tacikə? Şaxayı Fars meşedi. Ay qardaş, bir dəfə, iki dəfə, üç dəfə versən şeyləmir. Amma arkada da dayı ne yapıyor arkada? Yani tuvalet olmadığına görə dayı altına eləməyəcək. Ona görə şalvarı şey eləyirlər, belə dururlar. Oyda, dəlixana uşaqlar. Saray Şimali deyə bir yerdəyəm. Hansı ki buradan artıq siz çölə çıxa bilirsiniz də, yəni Kabilin çölünə çıxırsınız, digər şəhərlərə gedirsiniz. Biraz qarışıqlıqdır deyə adam bilmir nə danışsın. Qarşıki dağları görürsünüz ha. Oralar da bir yaşayış yeridir. Buralar da eyni şəkildə. Ay, dəhşət izin. Bu nədir? Salam aleykum. Şirin insanlardılar. Meyvələr çox qəşəngdir. Çox belə necə deyirlər, sinerji görsənir. Buranı bir istədim göstərəm sizlərə. Qarabağa doğru gedirik. Gedib salamat çatsaq inşallah. Dayı, bunlar doğalıqdır dayı. Kubi? Good. Burada boranı tumudu nədir? Balqabaq tumudu. Ondan çox yeyirlər. Ola, ne tör vurdu maşını. Buna bax bir dənə. Bəzəyli naz. Maşının üstünə vururlar. Yəni şey eləmək üçün. Göndərmək üçün.
Necəsin də lan? Vurmaşın üstünə. Uşağın sudurğası tutub, Allah. Burada uşaqlar görürsünüz də nə vəziyyətdə yaşayırlar, böyüyürlər. Uşağın sudurğası tutubdur. Ayıldı, şükür. Şükür Allah'a, ayıldı Allah. Yaxşısan, Kubi, bayaqçı uşaqdır uşaqlar. Okay, thank you. Maşınımız da buradadır bizim, minək artıq Qarabağa doğru gedək. Gəlmişik və hal-hazırda Qarabağdayıq. Qarabağ bölgəsi Əfqanistanda çoxdur. Herat şəhərinin yaxınlığında var, Kabil şəhərinin yaxınlığında var. Buradan 150-200 kilometr uzaqlıqda bir Qarabağ rayonu da var. Bura balaca bir mikrorayon kimi bir şeydir, amma adı da Qarabağdır. Bura necə qurulub uşaqlar desəz, mən sizə qısa bir bilgi verim. Deməli, buranın əsas qurulmağında səbəb Əfşarlar Qarabağ ərazisində yaşayırmışlar və gəliblər bura. Burada isə yaşadıkları əraziyə Qarabağ, Karabağ kimi adlar qoyublar. Burada yaşayan Əfşarlar türk soyludur, bilirsiniz. Azərbaycandan gəliblər, Azərbaycan Əfşarlardır deyə bilərik. Azərbaycan Əfşarlardır deyə bilərik. Onlar burada yavaş-yavaş buradakı xalqa adaptasiya olublar, soylarını, köklərini, dillərini unudublar. Bəziləri özlərinə türkmən deyir, bəziləri özlərinə özbək deyir, bəziləri peştun deyir, bəziləri fars deyir. Dilləri yox, məktəbləri yox, hər hansı bir tarixləri yox, məhv olub gedib təəssüf ki. Belə, Qarabağdayam uşaqlar. Desəz bura necə Qarabağdır, bildiyiniz kimi Qarabağdır. Nə də? Adı, soyadı, hər şey, yəni xəritədə də Qarabağ olaraq qeyd olunur. İnsanlar əsasən ticarətlə məşğuldur və küçə ticarətidir. Hamısı da qanunsuzdur. Amma Taliban bir söz demir. Maraqlı yerlərdir. Dayı, salam əleykum. Göy-göyərti satır. Görən dəstəsi neçədir? Salam əleykum. Farsi? Kubi? Çitori? Farslılar bunlar. Daha doğrusu Farsça danışırlar. Peştun dili var, Fars dili var, Türk dili var. Belə insanlar da bəzən arxanızdan gələ bilir. Hindistanda yadımıza gəlirsə, arxamdan gəlirdilər. Onlar üçün qəribədir. Kabildən qıraqdayıq biz. Buradakı insanlar daha belə qapanıqdılar, belə deyim sizə. Bu nədir belə satır, ha? Çörəkdir bu. Çörək kimi şey. Salam əleykum. Noxud satır. Bu nədir belə? Firuz da türkçə bilmir ki, Firuzdan soruşum. Nə bu Firuz? Moşing. Muşing bilirəm Firuz. Muşing. Deyir Muşing. Firuz mənim sekuritimdir də uşaqlar. Yaxşı qardaşdır. Vay 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 vay. Salam əleykum. Qarabağlı qardaşlar. Heç fikirləşərdiniz ki, burada Qarabağ deyə bir yer var. Bu nədirsə şirniyyatdır. What is this? Danış da, ondan danış. Qarabağlı qardaş. Kubi? Mən də bir dənə Kubi bilim. Hindistan'da olanda Tige, sap Tige. Tige, yaxşısan sap Tige? Necəsən? Necə yaxşısan? Yavaş-yavaş xəstələnirəm. Burada sabun satırsan. Sabun. Salam əleykum. Sabun. Yəqin ki, sabun deyirsiniz. Qarabağın mərkəzidir bura. Amma heç bir sütunda, heç bir yerdə rayonun adı yazılmayıbdır. Burada bir çox yerdə, Kabilə də girəndə
yazı yoxdur ki, Kabil yazısını görəsiniz. Salam aleykum. Danışanmadım, mən nəfəsim getdi. Bu uşaqların hamısı burada bu cürünü işləyirlər uşaqlar. İşində gücündədirlər, yük daşıma işindədirlər. Orada bir məscid var, inşallah məscidə girərik. Balaca uşaqlar var. Vəziyyət çox qəribədir burada, çox. Çox fərqlidir burada. Fıstıq. Kubi. Kubi deyib gedirəm. Vay 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 vay. Millət var, millət. Bu arada namaz vaxtında mən eşitmişdim ki, burada Taliban deyir ki, gedin bağlayın mağazaları. Həqiqətən də eləymiş. Çox yer bağlanır. Taliban görsə biraz problem ola bilirmiş. Bu tərəfdə qadınlar var. İstəmirəm qadınları çəkən. Salam aleykum. Parsi. Heştim. Kubi. Çitari. Kubi. Qaqamın gözləri gömgöydü, görürsün. Qayrani. Təşəkkür. Vay 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 vay. Azərbaycandan bura fikirləşirdim ki, gəlim Qarabağı görüm. Araşdırırdım. Xəbər yox ki. Salam aleykum. Və aleykum. Salam aleykum. Hey Jori. Salam aleykum. Təbiət təkədə. Kubi. Sətet xubas. Çetori. Canı cora sətet. Can, can. Teşekkür. Teşekkür. Parti var bu. Azerbaycan. O Azerbaycan. Azerbaycan. Azerbaycan people here, living here. Soy. Azerbaycanlı biri yaşıyor mu burada? Baktı ne peki? Ne kadar? Azerbaycan'da da cahat var ki ortaya. Just you, life Just, yeah. Mungar geliyor, Mungar. Azerbaycan'da. Ekbatiyar. Ne? Azerbaycan Karabağ rafta. Ha, sen Karabağ'a gittin mi? Ha. İngilizce payı gördü o. Dövüşe mi gittin? Ha. Dəcəng. Kaç yılında? Yıl. Yıl. Cancel pay. Taqriban Davre Rabani bu. Son salaki Kunduz. 5 saal meşe, 6 saal, 5 saal. 92 Ha, o davra ha. 25 yıl önce. Ha. Bu ki cang bu da Azerbaycan'da. Cenk eləmiş Azərbaycanda. Çar. Çar 4. Karabağ. Qardaşın dediyinə görə 4 Qarabağ var imiş. Gəncli, Çar. Ghazni, Helman, Helman, Şabargan, Şabırğan, Kabul. Kabul. Çar Karabağ. 4 dənə Qarabağ yeri var imiş uşaqlar. Çar Karabağ. Midene keseyip bekirar. Dayı gülürsən də. Salam aleykum. Kamil oyda. Abi bir tərcümə edər misin? Bu Qarabağda dövüşmüşüm diyor, bir şey diyor. İngilizce gibi yapalım İngilizce. Evet. Bu abi diyor, Qarabağda diyor, bulundum diyor Azerbaycan'da. Azerbaycan şuma rafti nege? Bu da davre çiz hikmetiyar maçan nefer rafta bu. Bedin hükmet ya. Hikmetiyar zamanında diyor, Ha. Azerbaycan'a bir kere gitmişim diyor. Ne için gitmiş? Barışçı rafta demişim o da ucu. Sarı canlı. Ha, ve taraftarı yaz devlet Azerbaycan. Ha, savaş için gitmişti orada. Azerbaycan devletine Yardım için. Ha. Kaç gün kalmış? Kaç ay kalmış? ya. Çan vakit bu de ucu. Çan vakit bu de ucu. Gereksim ama bu değil. 3 ay kalmış orada. 3 ay. Haralarda, hangi şehirlerde? Kodam şahara bu idi. Bala manam nabalet bu değil. Nabeledem diyor. Da bir derya marandakta bu da o kadar. Deniz kenarında diyor, bilmiyorum neler olduğunu. Tam bilmiyorum neler olduğunu. Ha, sağ ol. Ətraf da belədir uşaqlar, görürsüz. Gəlirlər, yığırlar adamı başına. Hoş geldin. Təşəkkür. Çay mı koyayım? Belə bir mövzu var. Bazar başdan başa, küçə boyunca uzanır. Təşəkkür brother. Təşəkkür. Burada tun da satırlar. Kubi? Cayla var. Qaqamdır, qaqam. Qarabağ bazarı. Vallahi hər yer bir-birinə bənzəyir. Kabildə də belə yerlər var.
Kabildə bir insanlar bu cürlə küçə satıcılığı ilə məşhurdur. Bir də bunu sosa batırırlar uşaqlar, çox dadlı olur. brother. How are you? Hey fine. Good? Good. Kubi? Ben bakirana var idi. Nəsə deyir, pul verdi. Nəsə, bəlkə də başqa bir şey dedi, bilmirəm. Olduğum yerə çox turist gəlmir bu arada. İnsanlar turistə alışqın deyil. Yəni öyrəşməyiblər. Hello. Qaqaş mənə kimi deyir. Oh my god, thank you. Salam aleykum. Biraz vəhşi ola bilirlər buradakılar. Kabildə, Heratda yaxşı idilər. Cavanlar diqqət çəkmək üçün qəribə hərəkətlər eləyir. Burada da bu cürlə tuk-tukları görürsünüz. Zor şeydir bunlar, sanı. İçərisi də isti olur yəni, o qədər soyuq olmur. Belə uşaqlar, indi şey eləyim. Dayı salam. Salam aleykum. Kubi? Ağa da kamera da. Kamera da. Oo. Kamera ağa çok telaşlı, çok. Çok dakika. Bu vaxtda. Xaricədə o mama. Xaricədə də. Ne diyor abi? Pazar merkezine gidiyor. Teşekkür. Burada da məlumat aldıq. Hansı ki soruşduq ki, buradakı insanlar neçə ildir burada yaşayır? Dedilər çoxdandır yaşayırlar və əsasən əfşarları burada tapmaq olmur. Bu daim məlumat verdi. Təşəkkür. Bir maraqlı bir şey də var ki, çəkiliş eləyirsinizsə, hər kəs başınıza yığılır. Gəlir tez maraqlı bir şəkildə sizə suallar verməyə çalışırlar, amma görürlər ki, dili bilmirsinizsə, bu biraz problem olur. Belə insanlar çox sıcaqkanlıdır abi. Çox misafirpərvərdir. Mən onlara qəribə gəlirəm hə, belə əlimdə kamera zat. Ha yeni gelmişsin ya öyle gördüm. Onlar Yabancı olduğunu için biraz hə. Farklı gəlir onlara. Firuz nerede abi? arabada. Firuz'u kaçırdılar mı? Kaçırmadı arabada bak. Ha? Ne diyor abi? Ne از diyor? کجا آمدی بخیر؟ Azerbaycan havada gitsen. خیلی خوب بخاطر چی مشکل؟ Havada دیدن Afganistan. خیلی Şeker. خوب خیلی خوب Ya Karabağ da منطقه از اون خاطر اومدن Karabağ اجاره میدن. الان از ما دچار قره‌باغ است Ay ne danışır bunlar? آه از غزنی شمالی طرفه مخور کدام در اونجا هستم Ha, şey sayır da her yerde Qarabağ var diyor. آه Qarabağ çox yerdə var burada. Ha, Dayı xeyli nətərsən? Təşəkkür. الحمدلله Bir də bir məlumat daha deyəcəm. Burada çox adam fikirləşirdi ki, qadınlar tək çölə çıxa bilmir, çıxa bilirlər. Məsələn, maşın o birisi tərəfində 2 dənə xanım var. Çıxıb bazara gedə bilirlər. Burada məsələn arxada bir xanım var, örtülü. Onlar da çölə çıxa bilir. Əlavə olaraq da onu deyim ki, sadəcə belə hər tərəfli qapanmırlar. Ağızların, üzlərini örtmürlər. Örtən var, örtməyən var. İrandakı kimi başlarına sadəcə şal atan var. Görək də Taliban söz verib ki, məktəbləri açacağıq, insanlar təhsil alacaq. Çox qonaqpərvər insanlardılar, vallahi billahi. Deyirlər gedək bizə qonaq ol, nə bilim gedək çay çək. Tarif eləmirlər də, həqiqətən deyirlər, ciddi bir şəkildə. Yolüstü maraqlı bir şey göstərmək istəyirəm sizə. Deməli, burada üzüm satırlar, amma üzümü bu palçıqların içində satırlar. Desəz ki, niyə? Səbəb isə odur ki, içinə hava girmir. Hava girmədiyinə görə də üzümlər təzə qalır, yeni qalır, çürümür. Üzümlər isə budur. Bunun bir tanesi kaç para abi? Kaç dolar? 80 Afgan. 80 Afgani. 1 dolardan 2 manat. 2 manat. Ya. 1 manat 40 Afgani. Ha 2 manat öyle. 2 manatı.